təşəkkür hissi qədər insanı inkişaf etdirən ikinci bir mənəvi bir hiss yoxdur. Bəzən deyirlər ki, Machiavelli prinsipi ilə uğur qazanmaq istəyirsən, sən göz önünə hər şeyi almalısan. Bu yanlışdır. Sənin bir əxlaq kodeksin olmalıdır, həyatda bir qırmızı xətlərin olmalıdır. Nəyin bahasına olursa olsun sən onu keçməməlisən. Onlardan biri təşəkkürdür. Yəni səninlə bu yolda olan adamlara təşəkkür eləməlisən. Əxlaqlı olmaq biznesmen baxışından sizə pul gətirəcək. Deyirlər necə? Deyirəm ki, bax, sən nə qədər dürüst olsan, mən sənin partnyorunamsa, mən sənin sözünə inanacağam. Sənin barəndə yanlış sözlər desələr də inanmayacağam. Deyəcəm, yox, o kişi kimidir, bir dənə söz dedi, bununla da bitdi. Bəzən o qədər dəyərli qurbanlar verirsən ki, o zirvəyə çıxandan sonra baxırsan qırdığın körpülərə, itirdiyin dostlara, yaxınlara, sən buna dəyərdimi? Və onda sənin içində böyük bir dənə bir boşluq olur. O boşluğu heç bir uğur, heç bir pul, heç bir şöhrət doldura bilmir. Təşəkkür hissi